Venezuela bir anda cəhənnəmə döndü. Paytaxt Karakasda ard-arda baş verən partlayışlar sözün əsl mənasında şəhəri silkələdi. İlkin məlumata görə hücumlar birbaşa hərbi və strateji obyektlərə hədəf alıb. Forte Tiuna hərbi bazası, Francisco de Miranda aviabazası, La Carlota və El Atillo hava limanları, hətta parlament binası belə zərbələrə məruz qaldı. Partlayışdan sonra Karakasın böyük hissəsi işıqsız qalıb, elektrik enerjisi kəsilib. Ölkədə dərhal fövqəladə vəziyyət elan olunub. Prezident Nicolas Maduro milli müdafiə planlarını işə saldığını açıqlayıb və ümumi səfərbərlik barədə fərman verib. Bu arada vəziyyət daha da gərginləşdirən açıqlamalar gəlib. Ağ Ev ABŞ-ın Venezuelaya hava zərbələri endirildiyini rəsmi şəkildə təsdiqlədi. Fox News və CBC News-un məlumatına görə əməliyyat əmrini şəxsən Donald Trump verib. Hadisələrin ən səs-küylü məqamı isə bundan sonra yaşanıb. Trump sosial şəbəkələrdə Venezuela prezidenti Nicolas Maduro və həyat yoldaşını ələ keçirdiyini açıqladı. ABŞ rəsmiləri Maduronun narkoterrorizm və qaçaqmalçılıq ittihamları ilə mühakimə olunacağını bildirib. Hazırda Maduronun harda saxlandığı dəqiq bilinmir, amma bir şey aydındır. Venezuela tarixində yeni və son dərəcə təhlükəli bir səhifə açılıb.